Bugün ikinci təlimimiz oldu. Təlimdə 2 qonağımız var. Daha doğrusu əslində biz qonağıq. Biri bizim təşkilatın layihəmizin koordinatoru Hüseyin müəllimdir. Biri də bu kəndin icra nümayəndəsi Cahangir müəllimdir. Yoldaşlara söz verək, öz sözlərini desinlər, açılışı eləsinlər, sonra biz işimizə davam edək. Buyurun sözü. Hamınızı salamlayıram, çox hörmətli qonaqlar. Bugün dövlətimizin dəstəyi ilə keçirilən bir tədbirə qatıldığınız üçün sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Hal-hazırda dünyada və eləcə də ölkəmizdə quraqlıqla bağlı problem yaşanmaqdadır və vəsilə deyir ki, Cənab Prezidentimiz də bunu son müşavirədə xüsusilə vurğulamışdır. Diqqətiniz üçün təşəkkür edirəm, sizə uğurlar arzulayıram, çox sağ olun. Bu problemi də aradan qaldırmaqdan ötürü həm qeyri-hökumət təşkilatı, qeyri-dövlət təşkilatları, o cümlədən də ölkə rəhbərliyi çox ciddi layihələrə dəstək verir. Eyni zamanda bu neftdən kənar iqtisadi məsələlərin formalaşması, ayaqsa durmasından ötürü çox ciddi addımlar atılır, islahatlar aparılır. Bu günləri də siz bizim kəndi seçib gəldiyinizə görə bu məsələləri maarifləndirmə tərəfini işıqlandırdığınıza görə sizə öz minnətdarlığımızı bildirirəm, cəmaatımıza adına. Yəqin ki, çox az bir müddətdə əgər möhtərəm Cənab Prezidentimiz bu məsələyə bu qədər ciddi yanaşırsa, deməli doğrudan da çox ciddi məsələdir və bunun həlli istiqamətində işlər görüləcək. Sağlıq olsun. Bizim kəndlərdə də hesab edirəm ki, bu öz təsirini göstərəcək. Çox sağ olun, var olun, xeyirli olsun, uğurlu olsun. Kəndimiz, yerimiz, ovamız üçün nə iş görülürsə, hamısı xeyirli olun. Sağ olun. Yeri gəlmişkən, Cahangir müəllim, icazət verin təşkilatımız adından öz təşəkkürümü bildirim. Sizə, Elçin müəllimə, kəndin bələdiyyəsi, o ilk Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları Dövlət Dəstək Agentliyi deyəndə ki, bu agentliyin yardımı ilə belə bir layihə nəzərdə tutulur. Sizin kənd bu rayonda ilk bu çağırışa səs verən kənd oldu. Çox sağ olun. Yəni ki, işin mahiyyətini anladığınıza, buna məsuliyyəti ilə yanaşdığınıza görə bizim burada əvvəldə görüşlərimiz olmuşdu. Onda da dəstək oldunuz. Sonra birinci təlimi keçirmədə dəstək oldunuz. Bugün də dəstək oldunuz. Və ümid edirəm ki, inşallah gələcək layihələrimizdə də bu dəstəyiniz sizin tərəfdən olacaq. Çox sağ olun, təşəkkür edirəm. Bunlar hansı məqsədlə layihədir? Yəni, təlim əsasında, təlim müddətində nə suallarınız olsa, orada qeyd edə bilərsiniz və təlimin sonunda o sualları verir, bizə müzakirə edilir, çünki müzakirələr çox vacibdir. Bizim bugünkü təlimin mövzusu nə olacaq? Torpaq ümidinin qorunması və iqlim risklərinin idarə olunması. Nə görə bu ikinci mövzudur? Birinci təlimdə yadınızdansa biz qeyd etmişdik ki, artıq qlobal istiləşmə ilə bağlı quraqlıq halları baş verir, digər risklər də baş verir. Düzdür, məsələn, biz ən çox quraqlığa fikir verdik, amma gördüyünüz kimi son 2-3 ayda elə durmadan yağış yağır. Bu da bir iqlim riskidir. Yəni, quraqlıq bir ayrı riskdir, o da bir ayrı riskdir. Ona görə belə bir şəraitdə istəyirik ki, sizin məlumatınız daha da çox olsun. Olduğundan da belə bir şəraitdə biz nə edə bilərik ki, torpağın ümidini də qoruya bilər və məhsul almaqdan davam edir. Bu məqsədə daşıyır. İqlim dəyişdikcə o torpağın ümidini dəyişdirir. Biz nəyə görə bunu bilməliyik? Yəni ki, bu sizin üçün elə informasiyalığı verəcək ki, o informasiya gəldiğinizdə daha mümkün olsun. İqlim dəyişikliyi hansısa bir belə xəyalımıza olan bir təhlükə deyil. İqlim dəyişikliyi torpağa və məhsullara hər gün təsir edən real amildir. Nəyə görə? Ona görə ki, orada istilik var, həddindən artıq, hədsiz yağan yağışları var, bunu bilirsiniz. Qasırğalar baş verə bilir.
və nəticədə də gəlir quraqlıq yaranır. Orada bitkilərə öz təsirini göstərir. Əgər o bitkiyə təsir edirsə, deməli məhsula da təsir edir. Və belə bir biz orada ardıcıllıq görürük. İqlim təsirli torpağa, torpaq bitkiyə, bitki fermerin gəlirlər. Yəni son nəticədə iqlim dəyişikliyindən əziyyət çəkən fermer. İndi hal-hazırda baş verən bu hadisə, hansı ki temperatur getdikcə qalxır, sonra quraqlıq yaranır. Bu nəyə gətirib çıxardır? Son 3 ayda baş verən qeyri-müntəzəm yağışlar onun nəticələrindən deyil. Son yarına bilər ki, necə təsir edir? Belə təsir edir. Temperatur qalxdıqca buxarlanma da artır. Buxarlanma artdıqca atmosferdə o buludlar toplanır və onun nəticəsində yağışlar yağır. Bunların hamısının nəticəsi olaraq xəstəliklər və zərərvericilər də artırılır. Məsələn, elə zərərvericilər, elə xəstəliklər var ki, bunlar 15 il, 20 il bundan qabaq Azərbaycanda yox idi. Amma temperatur artdıqca o zərərvericilər, xəstəliklər cənubdan şimala doğru miqrasiya edir. Bitkilər stresə məruz qalırlar. Üzüm maddəyə sürətlə parçalanır. El arasında deyirlər, torpağın şirəsi, üzüm maddəsi olur. Yəni biz peyin verərək ona artırmaq istəyirik. Yüksək temperatur nə qədər yüksək olursa, o bir o qədər tez parçalanır. Amma bizə maraqlıdır ki, üzüm maddəsi azaldıqca mikroorqanizmlər də azalır. Mikroorqanizmlərin eləsi var ki, onların torpaqda olması torpaq üçün vacibdir. Yadınızdadırsa, məsələn, bir 20 il bundan qabıla kimi və farklı olaraq da qoyulur. Çünki üst qatda biz yandıranda onu, üst qatdakı mikroorqanizmlər, biz onların hamısını məhv edirdik. Yağışların çox olması, təsəvvür edin, yağış yağır, torpağın havanın temperaturu getdikcə artıq yüksəkdir, rütubət qalxır, nəmlikdə belə deyil. Nəmli, rütubət, kimə necə artırsa elə də deyil. Mən yazmışım. Temperatur qalxır, düzdür. Belə təsəvvür edin ki, əvvəlcə yağış məsələn az olanda bu 50% istiqləlləşmədir. 10 dərəcədə temperatur var. Düzdür. Bunların ikisi qalxdıqca, diqqətlə, bunların ikisi qalxdıqca bu ona gətirib çıxardır ki, xəstəlik çoxalır. Çünki xəstəliklərin çoxalması üçün nə lazımdır? Xüsusən göbələk xəstəlikləri. Nəmli rütubət lazım. Yüksək rütubət, nəmlik və yüksək temperatur lazımdır. Bunların ikisi bir yerdə olduğunda artıq xəstəlik həmişəkindən daha da çoxunu yüksəlir. Nümunə gətirmək istəyirəm. Qəhvəyi mərmər böcək deyirlər. Əsasən taxıllar. Rast gəlib sizdə. Amma bir 20 il, 25 il bundan qabaq ümumiyyətlə bizdə yoxdur. Çox təsadüfi hallarda ola bilirdi. Amma indi o demək olar ki, Azərbaycan bütün taxıl sahələrinin hamısında var. Harakəndə qədər oldu, millərlə gedir o. Hətta fındığı da orada daşınırlar. Orada deyirlər Gürcistandan keçir. Gürcistandan. Ölkə daxilində həddindən çox fəallaşır və irəliləməkdədir. Bir də onun təhlükəsi, əsas təhlükəsi odur ki, tək taxıllara yox, fındığa yox, bütün bitkiləri hamısı qidalı sırada Limonun yaşıl rəngi də var. Həm qəhvəyi rəngi var, həm yaşıl rəngi də var. Məsələn, bu yaxınlarda o yaşıl rəngi də daha təhlükəlidir, niyə görə? O dekorativ bitkilər də üçün. Bəli, yaşıllar ağaclar. Bu illərin yazda o evlərin də pəncərələrində hər yerdə çoxlu sayda görünür. Pambıq yarpaq qurdu. Sofka deyildi ona, düzdür. Pambığın yarpaq qurdu. Havalar çox, sofka o qədər çox olur. Siz o təcrübənizdən bilirsiniz. 30 dərəcədən yüksək temperaturlarda artıq sofka daha tez başlayır çoxalmağa, yumuşaq olmağa
Bayaqdan inkubasiya dövrü 20 gün idisə, indi onu Evet. sonra hörümçək gələsi məsələn. Bu son illər quralandan sonra sayı belə deyək, təsiri bitkilərə çoxalmış deyirəm. Yəni əvvəllər də olur, amma indi lap çoxdur. 30 dərəcədən 32 dərəcəyə qədər temperaturda hörümçək gələsi pambıqda olur. Vilt xəstəliyi. Bizim sahələrdə əvvəl vilt xəstəliyi var idi. Demək olar ki, yox. İndi vilt xəstəliyi var. Sonra taxılda buğdada da var. Taxıl nəyi? Bir zərər verici var. Bilməm, sizin regionda necədir? Qarabağ bölgesində həddindən çox soğanıb sümürtkən. Sürmə deyirlər də ona. Nə deyirlər? Sürme xəstəliyi mi? Yox, xəstəlik yox. Biz zərər verici var. Ha, zərər verici. Tərəvəz bostan bitkilərinin də özünə xas olan müxtəlif xəstəliklərə əmələ gəlir. Məsələn, tütündə və pambıqda tripslər var. Birini şahit olacaksın, sonra Sen çek, o çek, işi gelir. Adi hallarda kök çürüməsi, boz çürümə. Bunlar 25-28 dərəcə temperatura qədər baş verirsə, kömür çürüməsi deyilən xəstəlik var. Hansı ki 35 dərəcədən sonra bu başlayıb daha geniş yayılır olur. Yəni əvvəllər bu şeydə yox idi. Sonra küləklər. Bu yaxında elə İmişlinin, Salxanın bir neçə, o cümlədən Respublikanın digər regionlarında, bir neçə kəndlərində elə küləklər baş verdi ki, evləri də uçurdu. Məsələn, biz Dəlilər kəndində gördük, evin damının bütöv götürüb qoymuşdu evin düz yanına. Elə bir əldir verdi. Sonra başqa bir kənddə məhras gəldi, sonra bir gözünü göstərdilər. Toyxananı ümumiyyətlə uçurmuşdu. Bu küləkdir, fırtına, qasırğa, yağışlar. Bunlar baş verdikcə o deməli orada getdikcə toz halında olan hissəciklər onlar oradan uzaqlaşır. Və axırda gəlir belə bir hadisə baş verir ki, hansı ki onun adı torpaq eroziyasıdır. Bunlarla birlikdə torpağın münbitliyi də gelir. Siz artıq hiss edirsiniz məndə. Yenə də əvvəllər 30 il 40 il bundan qabaq belə o keçən yerlər deyilləri bu qədər də olmadı. İndi demək olar ki, 1 hektar yeri demək olar ki, yarım hektarı elə olur. Düzdür, orada o texniki avadanlıqların da təsiri var. Məsələn, əvvəl biçənlər fərqli biçirdi, indilər çox yaxından götürürlər. Yeri götürür orada, yeri Torpağın üst qatını götürür, o da öz təsirini bildirir. İqlim dəyişikliyi torpağın münbitliyi azaldır. Yəni bu bizim birinci necə deyərlər, yadımızda saxlayacağımız bir məsələdir. Torpağın münbitliyi azalırsa, avtomatik nə olur? Məhsuldarlıq düşür aşağı. Məhsuldarlıq aşağı düşürsə, o nəyə təsir edir? Fermeri cibinə asılır ki, digər tərəfdən də ölkədə ümumi ərzaq istehsalı təsir edir. İndi nə yemək lazımdır? Yəni, o demək deyil ki, bu hadisələr baş verirsə, biz artıq hər şeydən ümidimizi üz veririk. Torpağın qorunması metodları var və qurulu üsulları var. Bəlkə eşitirsiniz, mulçalama deyilən bir proses var. Mulçalama nədir? Ben bu kitabda rast geldiğimde çertemlenme sözünü işitmişim ama bu salamanı işitmişim. Mulçalama var. Ona görə ki, o kitablarda, adətli kitablarda xüsusən çox tək yerdə var. Çünki əvvəlki, belə deyək, alimlər, tədqiqatçılar onu o qədər də xoşlamırdı. Deyirlər ki, o da zərərdə yıxılır, xəstəlik öldürən kimi qalır. Amma bugünün reallığı odur ki, məsələn, bitki qalıqları var. Onların özü bacardıqca torpaqda saxlamaq lazım. Deyək ki, taxılın samanı. Bəli. Düz, biz məcburuq, biz onu yığırıq. Çünki halqara yemişsiniz. Amma o sahədə nə qədər çox saxlasan, o qədər yaxşıdır. Sonra onlar torpağı günəşdən mühafizə edir, qoruyur.
Elə olanda bunu təcrübələr göstərir və qabaqca praktikalar. Nəmliyi də qorunur. Kök sistemi varsa, yerüstü hissəsi varsa, onlar da artıq onlar başlayır alaq otlarla təsir eləmək. Çünki təsəvvür olun, rütubət var, yüksək temperatur var, yay vaxtında. O dərhal başlayır cücərməyə. Ona görə, amma onlar olanda onlar o qədər intensiv düzələ bilmirlər. Torpaq temperaturu nəmliyi də tənzimlənir, temperaturu da tənzimlənir, ümidliyi artır, eroziya azalır və bitki gövdəsindən ümumiyyətlə, yəni buna nail olmaq üçün nə etməliyik? Hardasa, belə deyək, 5-7 santimetr torpaqdan yuxarıda, üst qatda, yerüstü hissəsindən 5-7 santimetr saxlamaq lazımdır. Yəni bu qədər sadədir. Ya ora götürüb əlavə nəsə çəkmək lazımdır. Çünki bizdə peyn ehtiyatı o qədər slaydda, məsələn, başqa yerlərdə, hətta ağac yolları, müxtəlif qırıntılar, sonra müxtəlif bitkiləri doğrayıb gətirib ora tökürlər hətta. Ki, torpağın ümidliyini artırsınlar. Amma bir də var məhsuldarlığın qorunması üsulları. Düzdür, bizim fermerlər bu şeyləri o qədər dəstəkləmir. Ona görə ki, o daim düşünür ki, nəsə səpirəmsə, oradan mütləq nəsə məhsul götürməli. Düzdür, elə fikirləşilir. Yoxsa başqa cür fikirləşilir. Məhsullar götürür. Amma torpağın ümidlisi paxlalı bitkiləri. Ona səpib, yenə deyirəm, ola bilsin ki, bu praktiki cəhətdən o qədər praktiki deyil, amma gələn il, o birisi il məhsuldarlığına hədəflənmişsizsə, fokuslanmışsızsa, o lazımdır. Məsələn, istənilən paxlalı bitkilər əkib, ümumiyyətlə istənilən bitkidir. Amma paxlalı ən çox effektidir. Əkib, o biraz böyüyəndən sonra onu təzdən şumlasaz, artıq çox belə gün-gün şum və yaxud da mal alırsaz, o da torpaq üçün effektidir. Torpaqda azotu ehtiyatını artırır. Çünki bilirsiniz, paxlalı bitkilərin kökü havadakı Əvvəl şunlarda qalsın. məhsul götürülərdə. Deməməli, istəyir, qalsın. Bu İranda mən 90 yerlərdə də orada büyük sahələrdə paxlalı bitkilər, robiyan düzmədir sortları. Yəni, əkirlərlə fikirləşir ki, bu qədər robiyan edirlər bura. İndi deyirsiniz ki, bu 20 müddətlər, şimdi bitirmək gələkdir bəli. 20 müddətlər. Amerikada da var, Avropa ölkələrində də var. O bilirsiniz, ondan sonraki illərdə, 5 il ərzində pulla alıb səpəcəyiniz gübrə var. O 70-80% qarşılıq. Yəni, onlar onu boş yerəndir. Onlar nə elədiklərini gözətdir. Amma bizim də müxtəlif fermerlər var. Məsələn, nə edir? Müəyyən hissəsi ancaq qoyunu yetişdirir. Yəni, biçmədən də yetişdirir. Həsimlik. Bilmirəm, ondan məhsul götürürlər sizdə, həsimlikdən götürürlər. Yaxşı bir torpaq şahənələr O əslində yer bitkisi olan vika. Odur. O sadlı olaraq tarıma belədir də, orada əkdiyi bitkiden başqa nə varsa, o artıq ala oturur. Çünki ona mani olacaq. Amma əslində o özü yabanı forması yox, bədəni forması. Toxumla səpilsə, çox gözəl yer bitkisi. O gəlir çıxartında, o da paxlalı olur. Aslında biz ona qərar veririk ki, yansın geçsin də. Niyə görə? Düz deyirsiniz. Ona görə ki, o taxıl sahəsində. Əgər taxıl sahəsində o yalıq gəlib orada qarpız da bitsə özümüzdən, pomidor da bitsə, o bizim şeylə aval olur. Biz onu nəql eləməyə çalışırıq. Çünki onun iqtisadi səmərəsi yoxdur və taxılımızı da ziyan edir. Ancaq onu biz fərqli əksər, orada eşitdən yoldaşlar deyilir, fərqli əksər, mədəni toxunma əksər, yabanı yox. O çox gözəl, çox qüvvəli yer bitkisi. Ümumiyyətlə çeşid arasında, gəlin indi belə götürək. Bizdə əkilən bitkilər, buğda arpa, pambıq. Yolca bostan bitkiləri. Yolca bostan. Sonra bunun da bir 10 ildən qabağa kimi heç şey yoxdur. Amma əkdikcə
getdikcə adamlar görürlər ki, o faydalıdır. Niyə görə? Dairənin yavaş-yavaş elə bitkilər keçirə başlayır. Dairənin vegetasiya müddəti çox qısadır. Cəma 60. Dairədən biraz çox süpürgənin mədəni forması var. Sordur. Çox gözəl, həddindən çox. Yəni ki, o vələmir standartından hətta onun yem vahidi yüksəkdir. Sordur. Aks dəfə qazaq altı əkirlər. Necə fikir, biz onlara dənli bitkilər əkmək sərf edəmirik. Onlar o qədər dənli deyil, onlar yerli bitkiləri gedir. Məsələn, bax tarı, belə deyil də, 60 il vegetan düzdür. Kombayn biçən vaxtda onun toxumlarının demək olar ki, yarısı yerə tökülür. Onu da suvarıb yenə də ot kimi keçirir. Yəni, mən demirəm ki, tamamilə ona keçək yani. O düzgün deyil. Tamamilə hansısa bitkini unudur. Tamamilə hansısa bitkiyə keçmə, onun özü düzgün qərar deyil. Mən demək istəyirəm ki, biz bitkilərin çeşidini çoxalmalıyıq. Məsələn, Növbəli əkimlərdir. növbəli əkimdə minimum 4 bitki olmalıdır. Bizim də bayaqları sayılır, canı 5 bitkimiz var. Onunla biz növbəli əkim necədir? Məsələn, yer fındığı var, arakis deyirlər, düzdür. Bir 30 il bundan qabağı kimi bu ərazilərdə ümumiyyətlə əkildir. Bizim onlarla da qruplar var, görüşlər var. Deyir, hektardan ən az götürəndə 5-6 min manat pul götürür. Biz bu isə ancaq bizim bugünkü vəziyyətdə nə suyumuz o dərəcədə deyil, nə də ki, maddi vəziyyətimiz o qədər yaxşı yoxdur. Növbəli həkimləri vaxtı-vaxtında Tətbiq edir. Yəni, əsas odur. Birindən xeyir edirsən, birindən gəlirsən əkdiklərin. Məsələn, arpa buğdan əkmək konkret bizim zonada sərf eləmir. Zərərdir. Yəni, o xeyir deyil də, yeri götürəndə belə deyədi, mən 1 hektar arpa əkmişdim. Məndən çox da sentini bu kətdə elə bilim, 40 sentini arpa biçdi. Yəni ondan yüksək yoxdur. Rayonumuzda 41 sentini. 40 sentlərdən Yuxarı yoxdur. Bir neçə 70 qəpiyə mən onun toxumunu almışdım. Mən o şomun, malasının, nə bilim, səpinin suvarılmasının, obuzundan dəva, dərman... 29 qəpiyə satdınız. Bəli? 29 qəpiyə satdınız. 30 qəpiyə. 30 qəpiyə. Məsələn, 30 qəpiyə. Gəl elə o yeri arendaya versəm, o qazancı verir də, eləmə. Ondan da artıq verir. Əziyyət də çəkməlidir. Əslində baxsanız sirkə əkin. Çünki o elə bir xeyir vermədi ki, siz burada gələcək plan qoyursunuz. Və son bir də ayaqlar, əlbaş şey demiş. Bitkilərin sayını artırmaq, yəni ki, belə deyək, daha yaxşılar. Bir də taxıl ən yaxşı halda nə qədər xeyir verə bilər? Mənim yol 40 sentini oxumuşsun. Çox gedir. Çox gedir. 700-800 matrağa Amma biz yavaş-yavaş o bitkilərə keçməliyik ki, hansı ki sahə vahidindən bizə daha çox xeyir verir. Keçən dəfə o bitkilər Son koymadığı bir dəsin kesin. müxtəlif məsələdə kimyada var, kimyada var, müxtəlif bitkilər var, sorğanın özü deyil. Yəni, birisi deyilmək, birincisi, biz taxılın belə bir xüsusiyyətdə var ki, biz demək olar ki, 1 il onu gözləyirik. Həmən o 300 manatı qazanmaq deməkləri ən yaxşı alır. Çünki 40 sentlərin özü də böyük göstəricidir. Sadə fermeye bizdə o boyda taxıla bilir. Çox belə redki hallarda olur. Çox halda heç onu da götürülür. Və onu 7-8 ay gözləyirsin. Ondan sonra vegetasiya müddəti qısa olan bitkilər ki, 2 aya, 3 aya, 4 aya məsələni həll edib, yerinə nəsə əkmək dolar və yaxud da pul ələtiniz gələndən sonra onu 100 dənə istifadə edir. Yəni, bunu bir alternativ variant ki, təbii ki, mən sizə onu deyə bilmərəm, heç kim deyə bilmər ki, burası mütləq olaq lazım. Burası elədir. Amma bir alternativ variant Bizim su problemimiz var. su problemi. Su olsa, nəsə o göstərici almaq olar. O, yəni, Biz, mən sizi başa düşdüm. Biz gec-tez
tamamilə keçməli suvarmada yeni texnologiya. Yəni əsas çiləməyi damlama bu üsula Bəli, keçməli. bu üsula keçməli. Yerdə Yenisi bağlı bu olmalıdır. deməli, bu dediyiniz kimi biz 20 hektara birləşdirib o inovativ üsula keçməli. Bəli, o da bir variant. Bəli. Məsələn, o regionlarda ki, mən istəmirəm keçən dəfə gəlib, bizim tanış fermerlər, harca Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranlı, ona qədər, onlar bir yerdə özləri çoxsu alıblar. Məsələn, o çirəyici var, bir neçəsi puldur, çünki ona motor da lazımdır. Əvvəlcə boyun yeri usuluydular, sonra keçir oyun yerinə, yerin dəyişə verirlər. Sonra bəziləri ora, sözü unutulur, nəsə demək istəyir, ora qədər borularla su gətirirlər, məsələn, 60-lıq, 100-lük borularla, onun için gəlir. Sahənin kənarında elə bir yerdə o yerləşdirirlər ki, traktor işləyən vaxtda ona mane olmaz. Bu artizan suları değil mi? Artizan deyil, kanaldan gələn, kanaldan gələn edirlər. Belə deyək də, var istənilən sahədə xarici infrastruktur, daxili infrastruktur. Xarici infrastruktur, yəni sizin sahəyə qədər, əraziyə qədər onu dövlət edir. Oradan o tərəfə artıq orada icra planı var, orada təsdiqlənən sənəddə icra planı var. İcra planında da deyir ki, bu özəl, dövlət, özəl, qeyri-hökumətlər şəxsləri, fermer. Bunların hamısının iştirakı ilə bu problemlərə birgə yanaşmaq lazımdır. Yəni, tək eləməkdən ötürü, indi öz aramızdır. Mən müəllimin sözünə razıyam da, hər fermerin, bizim kənddə yaşayan hər adamın altında 20 min, 30 min, 50 min əlavə pulu yoxdur ki, bunu elədim, bunu elədim. Nədəsə razılığa gəlir, qonşu ilə, qohumla, qonşu sahələrlə, nədəsə razılığa gəlib, bunları verəmez. Bizim məsələn sahələrin boyu 500 metrədir, bölmüş yönü 500 metrə suvarmaq üçün, buradan oraya suyu aparmaq üçün, onun hamını suvarmaq üçün, burada halı suyun altında, gedib oraya çıxıncalar, burada həm də onun yeri suvaranda istəyirsən, sürədə çökəklə yaranır, bir bəlgələ onu planlıq edirsən, yəni bunu çətin. Ona görə o çiləmə usulu, yəni məsələn müəyyən damlama usulu, heç çiləmə usulu o işlərdə ən yaxşı variant çiləmə usuludur. O elə üçün lazım. Bu bizdə bu torpaq bölünəndə əvvəllər demək bu dövlət dəstəyi yox idi, subsidiya dediyimiz şey yox. Doğrudan da həmin texnik arazi idi. Həm də cəmaatlar vəsait olduğuna görə bu əkin çox çətinlik edirdi bizə. Sonra bu dövlət ki bu subsidiya ayırdı, taxıl pulu deyirdi, əkin pulu. Bu həqiqətən də bu cəmaatda maraq yaratdı. Demək olar ki, hamı subsidiya pulunu əldə etmək üçün başladı hamı. Məsələ var, bir çox rayonlarda hətta belə bir situasiya var. Sahənin formasını çəkdirlər, olduğu kimi. O gələk düz-buzaqlı şəklində olsa, belə əyridir. Bizim sahələri belə qoyurlar. Özü də köndələndi, 20 metrə enidir, 500 metrə uzun. Bu başqa 10 metrə, nə bilim, 5 metrə. Trafik üçüncü adıya trafik. Yəni ki, yaxşı, bu burada torpaq becərməsi də maneçilik edir, işi hər cür çətinləşdirir. Heç o siyankanın şirinə zaxvata deyirlər, qabaq. Buna görə, amma qonşu sahələrdə də eyni situasiyadadırsa, məsələn, belə deyəm, bir 20 hektara bir parseli birgə becərmək çox zor. Birgə becərmək məncə daha effektiv bir üsul ola bilər. Elə bir təşkilatlar, indi şeydə boş qalır da, yer orada gəlsin, əksin uyur. Onların yanaşmasını Onlar 2 hektara gəlmir. 2 hektardır, Xəçinin dağında bizim yerdir. 500 hektar qalır oradan gəlmir. Onlar adətən 500 hektar, 500 hektar olmaz, bir olar 500 olmaz. 100 hektardan yuxarı olar. Orada da, yəni orada komanda işləyəcək, əgər aqroparkın əsas ərazisindən uzaqdırsa biraz, orada komanda işləyəcək. 3 nəfər brigada daim pivot sistemine baxanlar olur. 2 nəfər müxtəlir mühafizə olur, hər sinəndə ki. Böylədir 4 nəfər. 4 dənə mühafizə varsa, bir də o komanda varsa, bunların başına aparıb götürürlər. Onlar da sinəndə işlərdə elə bir 9 nəfər. Düzdür?
Və belə baxırsan ki, və Aqropark da hesablayır ki, mən orada yaşayırlar da, həm işləyirlər, həm yaşayırlar, ofsun. Oradan bir 15 kilometr torpaq yol olsa, onlar olur ki, Bizim yerler magistral yol yoktur. Oradan oraya belki hiçbir kilometre olar, olmaz yer. orada yaxşı Qalıb Bomboş. 2 hektar elə bir artıq da bəyəm yerdir. Mən üçün cəmaatın Təfsirliği olmazsa hamı gelir. Bu ilada Kanuniyeti sorulması. Məhv olub gedir də. O Ben yüzden hem şəhər buzlarını sansiyonlarını, traktör tanıyarsınız, sansiyonlarını. Hər sansiyonlar, toxum qoydu. Müəllim bəli olan Xanseymlər. Hə, bəli. Qaracalar belə. Hər zamanlarda biz 80 qəpik almışıq. Toxumu. İndi özü ildə su olmurdu. Adam ki, bu iki çox yerə baxıram, yoxlayıram. Bu il buradan toxumları dəvələr. Biz qaydasını dəyişirəcək biliyor musun? Yox, hamısını eləmişəm. Bütün dava dərmanı gül kimi də bir yerdə burada. Get Azərbaycan'dakı yerə bax. Sən Azərbaycan'dakı yerə bax. Onlar çələmən su verməkdirlər. Mən də başa düşərəm. Heç o yəni ki, üsul da odur da mənim. İndiki Vermir. onlar yerə fosfor verirlər. Hətta ki biz onu elə bilmirik yapar. söhbət oldu. Maddiyyat yox. amma o gəlib 60 sentrə alanda, artıq o fosforun da bunu çıxıyor. Onlar alır da. Bilmiyorum, yeri demek bizim yerler çok narak yerlerdi. Neçə illərdir əkili, şunlarla git. Biraz orada planlıq heç görməmişik. Planlıq olmuş yerdə, qəhrəman ora vaxtının olunub güya. Azam Özümüzdə Sovet olub, normal olub. Bilirsən müəllim. Onu sahəyə gəlir şumlamalı. Biz onun fərqinə getmiyoruz ki, bu şumlamanı bilmir. Elə biri günləri traktör alıb oturub üstündə deyir şum eləyir. Orada da çox incə məqamlar var. Bəli. Elementar traktoru saatda 5 kilometrdən sürdün ya 8 kilometrdən. Böyük fərqi var. Müəllim tutar ki, biz o yeri veririk o təşkilata, əşdə. İndi orada bizim xeyrimiz nədir? O sizin danışığınız olan şey. Yəni, ola bilir də ki, olsun. Sən o yüzünlə danışırsan. Vallahi sen ki ben araya veriyorsun, ne bir yeri Orada güzel. yerlərdə, şirkətdə Olsun da bizim o yeri olsun, zay olub gelir. Gəlsin. O gelenler var, çiçeklere gelmiyor. Qalıb orada. Cənab Prezident, oradakı o iş qrafikində, iş planlarında da o şeylər var. Orada var akvakultura, var qoyunçuluğun inkişafı, damızlıq qoyunçuluğun inkişafı. Yəni bu şeylərin hamısı var. Artıq sadəcə olaraq məsələn 2014-cü ildə Prezident Sarmada aqroparkların yaradılması haqqında. İndi onlarla bərabər onlara da tapşırıqlar var. Kiçik təsərrüfatlar, 2 hektar, 1 hektar, 5 hektara olanların inkişafı üçün onlar üçün kiçik həcmli elan müəssisələri artıq ola biləcəklər. Onun üçün dövlətin aşağı faizli kreditləri də olacaq. Yəni ki, bu əhalinin məşğulluğu üçün çox ciddi məsələdir. Ona görə dövlətimiz bunu nəzərində tutub, sadəcə olaraq belə deyək, bizim hansısa bir mövzuda bu layihəni, bu kənddə bir aydından qabaq başlamamız, biz bilmirik ki, 6 aydan sonra hansı faydanı bizə verə bilər. Ancaq mütləq nəsə olacaq. Əsas odur ki, bir yerdə əməkdaşlıq etmək işlədir. İnşallah. Diqqətinizə görə təşəkkür edirəm. Allah köşkür. Çox sağ olun ki, gəldiniz. Çox yaxşı müzakirə. Borcunuz bizə o fayda verir sizə, bizə Çox ziyarət sağ olun. deyil. Yəni, hər adam belə deyək də, başa düşmək istəmir, başa düşmür. Amma o bizim görüşlərimiz ərzində hansı təkliflərimiz olub, mən onu da qeydiyyatın özündə aparmışam. Yəni onu bu günləri bir agronom kimi, mütəxəssis kimi onları özündə formalaşdırıram ki, onun əsasında məsələn bir sənət hazırlayaq. Təşəkkür. Sağ olun.